Buyurun, üslü və loqaritmik tənliklər. 5-ci sual. 5-ci sualda deməli, bəli. 3x-ə bir dənə t deyəcəksən. Onda bura t kvadrat olacaq. Amma bundan əvvəl bir iş görməlisən. Bu üstəgəl 1-i kənara ayıracaq. Yəni 3-ün üstü 2x vurulsun 3, çıxılsın 10 vur 3x. Üstəgəl 3 bərabərdir 0. 3x-ə t dedim deyə. Oldu 3t kvadrat çıxılsın 10t üstəgəl 3. İndi şaxə üsuluna görə sən bunun köklərini tapa bilərsən. Köklər deməli 3t çıx 1 ilə t çıx 3-dür deyə. Biri olacaq 3-də 1. Bir də olacaq 3. Bundan sonra 3x bərabərdir 3-də 1-dən. X tapılır mənfi 1. Həmçinin 3x bərabərdir 3-dən. X də tapılır 1. Soruşduğu da bunların cəmidir. Mənfi 1 üstəgəl 1, nəticə 0. Aydın oldu? Tamam. 17'ye qədər kimin sualı var? 17'ye qədər sual olan. 15. Baxıram 15-ci suala. Nətər baxmayayım? Tamam. 17'de işledim. 3. Üçün sual deməli. Nə edirəm? Bunu bu tərəfə keçirsəm. LG 3x'in kvadratı çıxılsın 7 bərabər oldu LG 3x çıxılsın 7'yə. Aydındır bu hissəsi? Daha sonra hər iki tərəfdən bu LG'ləri aparıram. Nə qaldı yerində? 3x kvadrat çıx 7 bərabər oldu 3x çıxaq 7'yə. 7'lər getdi. 3x kvadratı 3x oldu deyə. Buradan x'imiz bir dəfə 0, bir dəfə də 1 alınır. İndi sən 0'ı da 1'i də gətirib mötərizənin içərisində yoxlasan, görəcəksən ki 0 mənfi 7 eləyir, 1 də mənfi 4 eləyir. Amma loqaritmanın daxili mənfi ola bilməz. Demək ki 0 da 1 də həll deyil. Cavabımız onda boş çoxluq. Tam çatdı. Davam edirik. 17'ye qədər sualımız 15'e baxdım. 17. Deməli, bax bura. İcazə var idi ki, bu 8 ilə y'nin yerini dəyişək. Onda bunun əvəzinə nə yazıram? Y'nin üstü LG 8. Niyə belə bir şey eləmək istədim? Çünki bura y'nin üstündədir. İstəyirəm ki, o bir tərəfdə y'nin üstündə olsun. Həmçinin LG üstəgəl LG 2'nin əvəzinə nə yazmaq olar? LG 2x. Buradan bu y'lər gedər. LG 8 bərabər oldu LG 2x-ə. LG'lər də gedir. 8 bərabər 2x. X də nəyə bərabər oldu? 4'ə. Tam çatdı. Növbət sualımız gəlsin. 18'ə baxıram. 18. Uca getdi. Məncə bildiniz, özünüz yazın. Yazmamısınız ki, ev tapşırır onu. Baxaq bura. Bu x'i qaldırıram, deməli, 5x-in qüvvətinə. Buradakı 2/5'i də qaldırıram, 5x-in kvadratının qüvvətinə. Nə olar onda birincisi? Loqaritma 4 əsasdan 5x üstündə x çıxılsın. İkincisi, loqaritma 4 əsasdan 5x üstündə 5 bərabərdir 0'a. İndi fikir verirsənmi? Orta çıxmadır. Ya da istəyirsən digər tərəfə keçir. Loqaritma 4 əsasdan 5x üstündə x bərabərdir. Loqaritma 4 əsasdan 5x üstündə 5. Loqaritma 4'ləri apardım. Qalanları yazıram. 5x üstündə x bərabərdir 5x üstündə 5. Uşaqlar, indi diqqətlə qulaq asın mənə və bu hissəsi çox önəmlidir. 5x-lər eynidir. Onda x bərabərdir 5 aldım. 5'i gətirib yerinə qoysam loqaritmanın daxili 0 olur. Mümkün deyil. Bax bunu sildim. Həmçinin 5x bərabərdir 1 də yaza bilərsiniz.
Çünki 1'in üstü x bərabərdir 1'in üstü 5. Doğrudur da bu. Ona görə də buradan x nə alınır? 4. 4 mənə hansısa bir problem yaşadırmı? Xeyr. Çatdı? Əslində 0-ı da eləyə bilərik. 0 üstü x bərabər 0 üstü 5. 0 eləyəndə x nəyə bərabər olar? 5'ə. 5 olsa tapmışam da. Demişdim ki bu nə deyil? Həll deyil. Cavabımız oldu 4. Aydın oldu. Devam edirik. 21. Silə bilərəm. Tamam. 21. Aha. Uşaqlar 16 2'nin üstü 4'dür. Həmin o 4 ilə 4-cü dərəcə gedər, razısınızmı? Onda birincisinin yerində qalacaq 2'nin üstü x çıx 3 bərabərdir. 8 2'nin üstü 3'dür. Köşdə 2 isə 2'nin üstü 2'də 1'dir. Onda 2'nin üstü x çıx 3 bərabərdir. 2'nin üstü 3'dən 2'də 1 çıxaran 2 tam onda 5. Daha sonra bu 2'lər getdi. X çıx 3 bərabər 2 onda 5 qaldı. Onda x'imiz oldu. 5 tam onda 5. Rahat hemşeler. Tamam. Devam edirik. Sual verin. 26. 25 var. 25. sualımız. Üslü ve logaritmik funksiyalar mövzusunda da bu tipli bir dənə sual izah eləmişdim sizə. Ama ne olsun. LG x bərabərdir. 2'də 1 qaldır a'nın qüvvətinə. LG a üstü 2'də 1. Yəni kökdə a. Buradakı bu 2'ni qaldır s'nin qüvvətinə. S kvadratın qüvvətinə. S üstü 4. LG b'yə dəyməyin. İndi yenə yazıram. LG x bərabərdir. Uşaqlar toplamı olanı vurma kimi yazaram. Çıxma olanı da bölmə kimi. Onda LG belə bir şey alacaq. Kökdə a vurulmuş b bölünmüş s üstü 4. Hər iki tərəfdən də bu LG-ləri aparaq. X nəyə bərabər qaldı? Kökdə a vur b bölünsün s üstü 4. Rahatdırmı? Çox rahatdır. Sonra 26 deyirsiniz. Silə bilərəmmi bunu? Uşaqlar, buradakı bu x kvadratını qarşıya atanda, qarşıya 4 atmalısınız. Çünki loqaritmanın kvadratıdır bu. Kvadrat olmayanda 2 atıram. Kvadrat varsa 4 atıram. Yəni kvarta yüksəldib atırsınız. 4 vurulsun. Logaritma kvadratı 2 əsasdan x bərabərdir. 20 vurulsun. Buradakı bu 4x'i də 4 vur x kimi düşünüb vurmanı toplama kimi atıram. Qarşıda yazdım da onu. Logaritma 2'dən 4 üstə gəlsin. Logaritma 2'dən x. Çıxılsın 64. İndi baxıram ki bunların hamısı 4'ə bölünür. Hamısını 4'ə bölürəm. Və logaritma 2 əsasdan x-ə bir dənə t deyirəm. Deməli 2 dənə iş görürəm. 4'ə bölürəm. Logaritma 2 əsasdan x-ə də bir dənə t deyirəm. Nə qalar onda aşağılar? T'nin kvadratı bərabərdir. 5 vurulsun. Logaritma 2'dən 4'ün yerinə 2. Üstə gəl t. Çıxılsın 4'ə bölmüşəm deyə qalacaq 16. Vuraq açaq. Çıxılsın 16. T'nin kvadratı çıxılsın 5t. Mənfi 6 eləyir. Bu da müsbət 6. Bərabərdir 0. İndi köklər göründü. 2'dən 3. T bərabərdir 2. T bərabərdir 3. T'də nəyə demişdim? Logaritma 2 əsasdan x-ə. Onda x bərabər oldu 4. Həmçinin logaritma 2 əsasdan x bərabərdir 3. X də bərabərdir 2'nin üstü 3, yəni 8. Köklərimiz oldu 4 ilə 8. Aydın oldusa devam eləyək. Aydın oldusa devam eləyək. Növbət sual.
27. 27-ci sualda fikir ver. 3-ün üstü x-dir. 3-ün üstü x həmişə necə qiymət alır? Müsbət. Onda bu tənliyin ödənməsi üçün, bu tənliyin həllinin olması üçün gərək 11a çıxılsın a kvadrat çıx 28. Necə də olsun? Sıfırdan böyük. Böyük bərabər yazmaq olmaz çünki üslü ifadə sıfır deyil. Tatlı mı? Ciddi şəkildə böyükdür sıfır. Bundan sonra vurun mənfi hamısını. Nə olar? A kvadrat çıxılsın 11a üstə gələ 28 kiçikdir 0. Buradan a çıx 4 a çıx 7 kiçikdir 0. Aralıq kimi həll eləsəz 4 7 intervallar metoduna görə. İndi buradakı tam həllərin nəyini istəyir? Cəmini 5 və 6-dır. Cavabımız da oldu 11. Tam çatdı mı? Növbət sualımız gəlsin. Yəni doğru bərabərlik olmalıdır da. Hansısa bir tənliyi həll eləyə bilməyin üçün o tənliyin doğru tənlik olması lazımdır. Yəni doğru bərabərlik olmalıdır. Davam edirik. 28, 29, 30. 31, 32. 31 var dedim. Tamam. Deməli, icazə var idi ki, bu 25 və 9-un hər ikisindən kök alaq. Yəni, loqaritma 25-dən 9-un əvəzinə, loqaritma 5-dən 3 kimi düşün. Daha sonra digər loqaritmalar 3 əsaslandı. İstəyirəm ki, bu da 3 əsaslan olsun. Ona görə yerini dəyişib sürətdə yazıram. Oldu nə? Loqaritma 3-dən x üstə gəl 9. Loqaritma 3-dən 4 üstə gəlinsin. Loqaritma 3-dən 5. Daha sonra toplama deyə vururam. Bundan sonrası bağça sualına oxşadı. Aha. Loqaritma 3-lər gedir. X üstə gəlinsin 9, 20 oldu. X'imiz də oldu 11. Tatlı mı? Tamam. 46'ya qədər kimin sualı var? 42, 36. Bəli. Bəli, bunu üstü mənfi 1 yazırsan, sonra üstlərini eyniləşdirirsən. 36-cı sualın sürətindən 200x-i çıxartmaq olar mötərizə xaricinə. Çünki hər ikisi 200x-ə bölünür. 200x-i çıxartdıqdan sonra qalır nə? 3x çıxılsın 700x. Aşağısı da 700x çıxılsın 3x. Bərabərdir mənfi 16. İndi sürətdəki mötərizə ilə məxrəc gedir, amma mənfi 1 qalır. Mənfi 200x bərabər mənfi 16. 200x bərabər oldu 16. Buradan da x nəyə bərabər imiş? 4-ə. Tam aydın oldu. Davam edirik növbət sualımız. 42. 42'ye qədər 37. Uşaqlar 37-ci sualda görürəm ki, bu da loqaritma 3'dür, bu da loqaritma 3'dür. Onda gəlin bu 1'in əvəzinə də loqaritma 3'dən 3 yazaq. Yazıram loqaritma 3'dən 3. Üstə gəlsin loqaritma 3'dən. 4x üstə gəl 1. Bir dənə də loqaritma 3'dən x kvadrat üstə gəlsin 23. Daha sonra əsaslar eynidir deyə və orta toplamadır deyə bunları vururam. Olacaq loqaritma 3'dən 12x üstə gəlsin 3 bərabərdir. Yenə loqaritma 3'dən x kvadrat üstə gəlsin 23. Loqaritma 3'ləri silirəm hər iki tərəfdən. Bundan sonrası çox sadə. Bərabərdir x kvadrat üstə gəl 23. Yığdım hamısını bir tərəfə. İndi buradan köklər görünürmü? Nələrdir köklər? 2 ilə 10. Toplayanda 12, vuranda 20.
X bərabər oldu 2. X bərabər oldu 10. İndi bir məsələ var, yoxlanış. 2 və 10'u həm burada yoxlasam, müsbət eləyir. Deməli, 2'ni də 10'u da cavab kimi götürə bilərik. Köklərinin hasilini istəyir. 2 vur 10, cavabımız da oldu 20. Tam başa düşdük. Növbətinə gəlir. 42 eşitmişdim. Kimdənsə 42 eşitdim. 42. Kənardan çox çətin sualmış kimi görünür. Əslində rahat sualdır. Bildiyimiz şeylərdir. Sadəcə olaraq diqqətli olmalısınız. 27 nədir uşaqlar? 3'ün kubu. Kök altında 3. 3'dür 2'də 1'dir. Üstündə də x var deyə 3'ün üstündə 2'də 1 x. Bərabərdir. 9 tanışdır. 3'ün kvadratıdır. Onda 3'ün üstündə 6x çıx 4. Yenə 3'ün üstündə 2'də 1. İndi əsaslar eynidir və bölmüşük. Onda 3'ləri çıxmaq lazımdır. 3 çıxılsın 2'də 1x. Əsaslar eynidir və vurulub. Bu dəfə də toplayaq. 6x çıxılsın 4 üstə gəlinsin 2'də 1. Bundan sonra 2'lər eynidir. 3'lər eynidir gedir. Yerdə qalan hamısında 2'yə vurun. 6 çıx x bərabərdir. 12x çıxılsın 8 üstə gəlsin 1. Buradan deməli bu mənfi 7 eləyir. 13 bərabər oldu 13x'ə. X də bərabər oldu 1'ə. Tam çatdı. Tamam. Devam edirik. 46. 46'ya baxıram. Deməli, nə iş görəcəm aşağılar? Nə iş görəcəm? X-inci dərəcədən köşdə 9'a t desəm, x-inci dərəcədən 81 olacaq t kvadratı. T'nin kvadrat çıxılsın 82t, üstə gəlsin 81, bərabərdir 0. Buradan köklər görünür. Biri uşaqlar 81'dir, biri də 1'dir. X-inci dərəcədən köşdə 9 bərabərdir 81. X-inci dərəcədən köşdə 9'u 9'un üstünə yazım. X də 1. 81'i də 9'un üstü 2. 1 bölü x bərabərdir 2 alındı. X nəyə bərabər oldu? 2'də 1. İndi sizcə x 2'də 1 ola bilərmi? Ola bilməz. Səbəbi nədir? Çünki x-inci dərəcədən 9 yazılışında x həmişə 2'dən böyük natural ədəd olmalıdır. 2'dən böyük natural ədəd olmalıdır. Yəni, indiyə qədər bizim mövzular keçmişik. Heç görmüşsünüzmü? 2'də 1-ci dərəcədən nəsə yazaq. Mənfi 3-cü dərəcədən nəsə yazaq. Elə bir şey yoxdur. Ona görə bu 2'də 1 ödəmədir. Həmçinin x-inci dərəcədən köşdə 9 bərabərdir 1. Bu biri təbii ki, necə düşünərəm? 9 üstü 0. Yenə 9'un üstündə 1 bölü x bərabərdir 9 üstü 0. 9'lar gedir. 1 bölü x bərabər 0. Bu tənliyin ümumiyyətlə həlli yoxdur. 1 bölü x heç vaxt 0 ola bilməz. Hə, sonda nə tapdıq? Boş çoxluq. Aydın oldu mu? Tamam. Devam edirik, sual verin. 47. Sualda kökdə 31 bölək 5'i olduğu kimi saxlayıram. Uşaqlar 1 tam %24'ü gəlin kənarda araşdıraq. 1 tam %24 124 bölünsün 100 deməkdir. Burasız. Hər ikisini 4'ə bölsəm, aşağısında 25, yuxarısında 31 qalır. İndi 25'də 31, kökdə 31 bölü 5'ə oxşaya bilər. Kökə salsaz. Onda olacaq, kökdə 31 bölünsün 5'in nəyi? Kvadratı. Demək ki, buradakı 1 tam %24'ün əvəzinə mən bunu yazıram. Üstündə də mənfi 2x var deyə, kökdə 31 bölünsün 5'in üstündə mənfi 4x yarandı. Satırım bura qədər. Bundan sonra, bax bunlar bir-birini apardı.
X'in kvadratı çıxılsın 3 onda 7 bərabər mənfi 4x. X'in kvadratı üstə gəlsin 4x çıxılsın 3 onda 7 bərabərdir 0. Məndən də soruşduğu tənliyin köklərinin cəmidir. X1 səgəl x2 cəmi də göründü. Viyyətə görə mənfi 4'dür. Tam çatdı. Əla. Davam edirik, sual verin. 48. Uşaqlar, 48 tipli bərabərsizlərin adına, tənliklərin adına deyirlər bircins tənliklər. Bircins tənlikləri həll edən zaman, xatırlayırsa trigonometriyada deyirdimi, kosinus kvadratına bölün. Sonra orada tangenslər yaranırdı, tangenslərə bir t deyirdik. Bu da o tipli testlərdəndir. Hər birini ən sondakına bölün. 25x-ə. Bax, bunu hardan biləcəyik 25x-ə bölməliyik? Uşaqlar, birincisi 2x-dir, axırıncısı 5x-dir, ortadakı 10x isə 2x vurulsun 5x-dir. Bax, birincilik buradan görünür. Hər birini bölün 25x-ə. Onda 5 vurulsun, 4x bölünsün 25x, çıxılsın 3 vurulsun. Siz bunu 25x-ə böləndə 200x bölünsün 5x qalacaq. 5x-lər ixtisara gedir də. Çıxılsın 2 bərabərdir 0. Bundan sonra uşaqlar, bunu bir dəfə də səliqəli yazaq. 4x bölünsün 25x-in əvəzinə 5-də 2-nin üstündə 2x yazmaq olar. 200x böl 5x-in əvəzinə 5-də 2-nin üstündə x yazmaq olar. Çıx 2 bərabərdir 0. Bundan sonra 5-də 200x-ə özümdən bir dənə t deyəcəm. Nə olacaq uşaqlar? 5t kvadrat çıxılsın 3t, çıx 2 bərabərdir 0. Buradan da görünür ki, köklər nələrdir? Əmsallar cəmi 0 olduğuna görə 5-in mənfi 3-ü mənfi 2-nin cəmi nəyi verir? 0-ı. Onda köklərdən biri 1 idi. Digər isə c bölünsün a, yəni mənfi 2 bölünsün 5 idi. İndi uşaqlar, bu t'nin yerinə gətirib 5-də 2 üstü x qoyuram. Bərabərdir 1. 1-in əvəzinə nə yazaram? Üstü 0. Onda x bərabər oldu 0-a. Həmçinin ikincisinə baxsaz, 5-də 2-nin üstü x bərabərdir mənfi 5-də 2-yə. Bu hissəsi boş çoxluq olacaq. Niyə boş çoxluq oldu? Çünki üslü ifadə heç vaxt nə deyil? Mənfi deyil. Tam başa düşdünüzmü? Tamam. Olmaz. Ortadakına bölmürük. Ya ən əvvəldəkinə bölürsünüz, ya da ən sondakına. Düz anlıq. Orada sayılır ki, 5 böl 2'də 5, 2'də 1 böl t deyil. Hə, onda biri t, biri 1 böl t alınır. Davam edirəm. 48 idi bu. 56'ya qədər kimin sualı var? 50 var dedi. Altı üstü x'i parçala. 2 üstü x nə? 3 üstü x. Vurulsun 3 üstü mənfi x. Sonra 2'nin üstü 2x üstə gəl 1. 2'nin üstü 2x çıxılsın 1. Bax, buradakı 3 üstü x ilə 3 üstü mənfi x, 3 üstü 0 eləyir, 1 eləyir. Bu getdi, ixtisara getdi. İndi 2 üstü x ilə 2'nin üstündə 2x üstə gəl 1. Əsaslar eynidir, üstlər toplanır. 2'nin üstünə alındı. 3x üstə gəl 1. 2'nin üstündə də 2x çıxılsın 1. Bundan sonra da bu ikilər eynidir. 3x üstə gələk 1. Bərabər oldu 2x çıxaq 1. Buradan x bərabər oldu mənfi 2'yə. Tam aydın oldu. Davam edirik 56. 54. Dördüncü suala baxın uşaqlar. İcazə var idi ki, bu 5'də 1 ilə 3'də 1'in yerini dəyişək. Yəni, mən bunun əvəzinə gör nə yazıram? 3'də 1'in üstündə loqaritma 5'dən 5'də 1. Bura heç nə eləmirəm. Loqaritma 2'dən 4 çıx x. İndi, loqaritma 5'dən 5'də 1 mənfi 1 verir. Qarşılıq tərs ədədlər deyə.
3'te 1 üstü mənfi 1, 3. 3 bərabər oldu. Loqaritma 2-dən 4 çıx x. Loqaritma 2-dən neçə bizə 3'ü verər? 8. Yəni 4 çıxılsın x olmalıdır 2'nin üstü 3. Yəni 8. X'imiz də mənfi 4. Nə çatmadı ayəli? 2 üstü 3 yazmalısan. Davam edirik. Zaman təllaltı deyir, bu 65 deyir. Baxın, 3x bərabər 32-dirsə, buradan x'i çox rahat tapmaq olar. X nəyə bərabərdir? Loqaritma 3-dən 32. Həmçinin uşaqlar, 9y bərabərdir 64 isə, ikisindən də kök alsam, bax, 3y bərabər olacaq nəyə? 8-ə. 3y 8-dirsə, onda y-in özü loqaritma 3 əsasdan 8-dir. İndi gətirin yerinə qoyun. Ya da belə bir şey eləyə istəyirsiniz. 2 kəsrə bölməyə icazə varmı bunu? Bölə 2 kəsrə. 3x bölü y çıxılsın nə anlar? 2. X-in y-in qiymətini qoyun. 3 vurulsun loqaritma 3-dən 32 bölünsün loqaritma 3-dən 8 çıxılsın 2. Uşaqlar 3 vurulsun loqaritma 3-dən 32-ni 2 üstü 5 kimi düşünüb qarşıya 5 atıram. Nə olacaq onda? Supersiz. Aşağısı da 2'nin kubudur. 3'ü keçirdin. 3 vurulsun loqaritma 3'dən 2. Çıxılsın 2'ni unutmayın. Loqaritma 3'dən 2'lər, hətta 3'lər gedir. 5 çıx 2, nəticəmiz oldu 3. Aydındır? Nəsə tövsiyən var, buyur. Bundan yaxşıdırsa denən. Sən dediyin də çox qəşəngdir, bu da çox qəşəngdir. Nə deyirsən? Hə, o da olar, onu da düz düşünürsən. Olar. Davam edirik. 66'ya qədər 65 demişdi. 65'də. 65'e gedin mi, icazə verirsinizmi? Bəli. Köşdə 5 bölü 3'ün kvadratı yazacaqsan. Yuxarını 2'yə vur, bərabər ilə 1'ə. Xeyr. Bax bura. Bunun əvəzinə 5 böl 9'un əvəzinə köşdə 5 böl 3'ün nəyi yaza bilərsən? Kvadratı. Həmin kvadratda buna vuranda 2x kvadrat çıxılsın 10x üstəgəl 10 alınır. Bərabərdir köşdə 5 bölünsün 3. Bu da üstü 1 demək daxı. Belə çıxır ki 2x kvadrat çıxılsın 10x üstə gəlsin 10 bərabər 1 olmalıdır. 2x kvadrat çıxaq 10x üstə gəlsin 9 bərabərdir 0 olmalıdır. Köklər hasili cavab 4/5. Niyə 4/5 dedim? Viyyətə gətirmək istəyirəmsə ilk öncə 2'yə böləcəm hamısını. Sonra köklər hasili göründü. x1 vurulsun x2 bərabərdir 4/5. Davam edirik, sual verin. Hə. Üçün də işlədilər, 3 bucaqda. Suallar falan hamısını soruşdur. İkinci notda imzalayacağım. Yaxşı. Sağ ol. Davam edirik. Neçə dediniz? 65'e baxıram. Bax, fikir ver. LG 3'də 1 çıxılsın, LG x yazılıb. Mən bunu bölmə kimi yazmağa ixtiyarım var da. Ya da belə bir şey eləyə bilərsən. İstəyirsən bu çıxmanı bu tərəfə keçir. Bu çıxmanı bu tərəfə keçir. Belə daha rahat olur. 3'də 2 üstə gəl x. Üstə gəlsin LG x. Bərabərdir LG nəyə?
3'də 1'ə. İndi ortada toplama var elgələrin. Vuracaq. Olacaq elgi 3'də 2 x üstə gəl x kvadratı bərabər oldu. Elgi 3'də 1'ə. Elgələr gedir hər iki tərəfdən razısan. Bu zaman 3'də 2 x üstə gəlsin x kvadrat bərabər oldu nəyə? 3'də 1'ə. Kəsirdən azad elə. 3'ə vur. 2x üstə gəlsin 3x kvadrat bərabərdir 1'ə. Bu yazılış təbii ki, səliqəli yazılış deyil. Onda yazıram görünən. 3x kvadratı üstə gəlsin 2x çıx 1 bərabərdir 0. Buradan da ortadakı kənardakıların cəmidir deyə köklərdən biri mənfi 1 olurdu. Digəri isə mənfi s bölünsün a, yəni 3'də 1. İndi mənfi 1'i hər kimi götürmək olmaz. Çünki mənfi 1'i gətirib burada yerinə qoyanda elgenin daxili mənfi olacaq, olmaz. Cavab da nə qaldı? 3'də 1. Aydındır. Tamam. Devam edirik, sual verin. 66. Uşaqlar, 66-cı sualda yenə deməli, nəyə icazə var? 4'dən və kvadratdan hər ikisini elə ki, kök alırsınız. Hər ikisini kökə salırsınız. Aşağıda nə qalacaq aşağılar? 2 əsasdan. Bax, bunu kökə salanda kvadratla kök gedəcək. Nə yazmalısınız? Modulda. Bax, bu modul yazmamışsınız deyə böyük ehtimal səhv eləmişsiniz. İndi, loqaritma 8-dən 27 də 2-dən 3 deməkdir. Hər ikisini 3-cü dərəcədən kökə saldım. Loqaritma 2-dən 3-ü də 2-dən 5'ə vuranda 2-dən 15. İndi, loqaritma 2'lərimiz getdi. Modulda x üstə gəl 7 15'dirsə, x üstə gəlsin 7 bir dəfə 15. Bir dəfə də nədir aşağılar? Mənfi 15. Birincisindən x tapılır 8. İkincisindən də mənfi 22. Buraxılış imtahanında olan sualdır. Sınaqlar işlədikcə görəcəksiniz bu sualları. Davam edirik. 76. Gedim mi 76'ya? 72 var. 70'in suala baxıram. Sual qalmır ki arada. Tamam. Bəli. Sən yatırdın ay bala biz. Bax bura. Bu x'i qaldırıram 7'nin qüvvətinə. Yaranır 2'nin üstündə loqaritma 2 əsasdan 7 üstü x. 7'nin üstü x kvadrat üstə gəl x-ə dəymirəm, olduğu kimi qalsın. İndi bu 2 ilə loqaritma 2 gedir. 7 üstü x vurulsun, 7'nin üstü x kvadrat üstə gəl x. Əsaslar yeni ortası vurma. Üstləri topladım. X'in kvadrat üstə gəlsin 2x bərabərdir. Buradakı bu 1'in əvəzinə də 7'nin üstü 0 yazacaqsan. Nəticədə bu 7'lər getdi. X kvadrat üstə gələ 2x bərabər 0. Buradan da x vurulsun x üstə gəl 2 bərabər 0. Köklər oldu 0. Bir dəfə də mənfi 2. İstədiyi də bunların cəmidir. Cavab mənfi 2. Aydındır. 729. 306 yaranır sonda. 5 yox. 27'nin kvadratı 729'dur. Allah kömək olsun. 529 23'ün kvadratıdır. Yaxşı mı? 72. Kənardan çox çətin görünən, əslində çox sadə olan bir sualdır. Diqqətiniz məndə olsun. Uşaqlar, hər iki tərəfi 4-cü dərəcədən qüvvətə yüksəltsən. Bu 4-cü dərəcələr gedər, razısınız. Həmçinin məxrəcdə olan 3/1x-i qarşıya mənfi atmaqla sürətə qaldırmaq olar. Onda bu birinci kəsirin əvəzinə 8 vurulsun. 3'ün üstü x çıx 1 yazıram. 3'ün üstü x çıx 1 bərabərdir. Qaldı 3. İndi bu nə verdi bizə? 9 vurulsun 3 x çıx 1 bərabərdir 3.
9 tanış ədəddir. 3-ün kvadratı. Onda yuxarının üstünə 2 gələcəksiniz. 3-ün üstündə x üstəgəl 1 bərabər oldu. 3-ün üstü 1-ə. Buradan da bu 3-lər gedir. X üstəgəl 1, 1. X də bərabər oldu 0-a. Aydın oldu mu? Nəyi? Bax, elə bir ki, 8t üstəgəlsin t. 8 dənə 3x çıx 1 ilə 1 dənə 3x çıx 1 topladım, 9 dənə verdi. Növbəti sualımız gəlsin. 75'te mənfi 2 müəllim verir. 75. Orada 75'in var. Bilmirəm, gəlin yazaq da. 75. Belə baxdım, heç nə bilmədim. 74 var. Xülasını izah verim. Uşaqlar 0,5'i nə yazmaq olar? 2'də 1 vurulsun. LGX vurulsun. Burada 0,1 vurulsun x'dir. Həmin bu vurulsunu toplamayla atıram. LG 0,1 üstəgəlinsin. LGX bərabərdir. LG 0,1 də bizə verir mənfi 1'i. İndi hər iki tərəfi 2'yə vururam. Kəsr olmasını istəmirəm deyə. LGX vurulsun. 0,1 mənfi 3'dür. Üstəgəlsin LGX bərabərdir mənfi 2. Bundan sonrası necə gedəcək? LGX-ə t deyəcəksiniz. Vurub atsaz. Mənfi 3t üstəgəlinsin t kvadratı. Mənfi 2'ni də ata qoyuca üstəgəl 2. Bu yazılış səliqəli deyil. Onda səliqə salıram. T kvadrat çıx 3t üstəgəl 2 bərabərdir 0. Buradan görünür ki, köklər 1, 2'dir, 1 də 1'dir. İndi nəyə t dedim? T LGX-ə dedim. LGX bərabərdir 2'dirsə, x'imiz nə tapıldı buradan? 100. Həmçinin LGX bərabər 1'dirsə, x'imiz nə tapıldı? 10. Məndən də bu köklərinin cəmini istəyir. Cavabımız oldu 110. Baxın, görün başa düşdünüzmü? Məncə çətin heç nə olmadı. Aydınca davam edirik. Aydınca davam edirik. 75. Uşaqlar 9'da 49 3'də 7'nin kvadratıdır. Amma bu 7'də 3'dür. Görə bilirsinizmi? Bu da 7'də 3'dür. Onda gəlin 9'da 49'u 7'də 3'ün üstündə mənfi 2 kimi düşünək. Yazıram 7'də 3 üstündə x. İkincisinin əvəzinə 7'də 3'dür mənfi 2 dedim. Mənfi 2'ni də vur yuxarı. Mənfi 2x kvadrat üstəgəl 12. Bərabərdir 7'də 3'ün kvadratı. İndi vururam deyə üstləri toplayaram. Oldu 7'də 3'ün üstündə x çıxılsın 2x kvadrat üstəgəl 12. Bərabərdir 7'dən 3'ün üstündə 2. 7'də 3'lərimiz getdi. X çıxılsın 2x kvadrat üstəgəl 12 bərabər oldu 2'yə. Uşaqlar 2'ni digər tərəfə getirəcəksiniz və mənfiyə vuracaqsınız. Onda belə bir şey yaranar da. 2x kvadrat çıx x çıxılsın 10 bərabərdir 0. İndi buradan köklər nə olur? Biri deməli dediğiniz kimi mənfi 2'dir. Biri mənfi 2'dir. Digəri nədir? mənfi 5 ilə gördüm. Yox. Şaxə üstünə görə yazaq yaxşı. 2x kvadrat çıxılsın 5x üstəgəlinsin 4x çıxılsın 10 bərabərdir 0. Buradan x gedər. X'i çıxartdım 2x çıx 5 qaldı. Buradan da 2'ni çıxartdım. 2x Buradan da x üstəgəl 2 ilə 2x çıxılsın 5 alındı. Demək ki, köklərimizin biri mənfi 2 imiş. Digəri də müsbət 2 onda 5 imiş. Kiçik kök soruşur. Cavabımız oldu mənfi 2.
Aydındır. Buram mənim şeylə zəhmət olmasın. Sil o cavabı. Gəlin baxaq. Gözlə. Deməli, nə iş görəcəyik uşaqlar? Bu 3 sam 3-də 1-i düşünmək olar necə? 3 üstə gəlsin 3-də 1. Onda belə çıxır ki, LG-X-in 2 dənə cavab çıxır. Biri 3 ola bilər, biri də 3-də 1. İndi buradan x bərabərdir 10 üstü 3-dən 1000 alınacaq. Buradan da x bərabərdir 10 üstü 3-də 1-dən 3-cü dərəcədən 10 alınacaq. Soruşduğu da bunların hasilidir. Cavabımız 1000 vurulsun 3-cü dərəcədən kök altında 10. Bəli, sürüşmə olur. T əvəzləməsindən də yenə 3-ün 3-də 1 tapacaqsan. Eləyə bilərsən T. Amma belə rahat görünür. Buyur. Bax, belə başa düş. LGX 3 olsa, onda 1 bölü LGX nədir? 3-də 1. Bəs yaxşı, LGX 3-də 1 olsa, onda 1 bölü LGX nə olar? 3 olar. Yəni doğrudur. Təniklər mövzusu keçmişdim sizə. Demişdim ki, x üstə gəlsin 1 bölü x. Əgər 5 üstə gəl 5-də 1-ə bərabərdirsə, x-in 2 dənə qiyməti var. Ya 5-dir, ya da 5-də 1. Eyni şeydir də. Davam edirəm. 77. Hə. Nəyini yaza bilməmsən bu 77-ni? De görün balam. Bir fikir bildir bizə. Aha. Bəli. 4 LGX. Sonra o 4x'i atmalısan. Necə atmalısan? LG4 üstə gəlinsin. LGX. 2 üstə gəlinsin. Buradan da 3 geçsin qabağa. 3 LGX. İndi bütün LGX-ləri hesaplasan. Burada nə qalacaq? 2 LGX bərabərdir. 2 çıxılsın. Bu 4'ü də 2'nin kvadrat kimi düşünüb. Qarşıya 2 atıram. 2 LG 2. 2'yə böl hamısını. Bərabər qaldı. 1 çıxılsın. LG 2. İndi bu biri də LG 10 kimi düşün. LGX bərabərdir. LG 10 çıxılsın. LG 2. Bu da eləyir LG 5. Demək ki, x'imiz nəyə bərabər imiş? 5'ə. 77 5 yazılır. Bura 5 yazılır. Hə, bunu 5. Davam edirik. 80'ə baxıram. Kvadratı 2'də Bəli. Yolumuz buydu. Qulaq asın, 80 maraqlı sualdır. Uşaqlar, bu kvadratın loqaritma 3'dən x vurulsun loqaritma 3'dən x kimi düşünmək olarmı? Loqaritma 3'dən x bərabər oldu 162. İndi, bax bu 3 ilə bu loqaritma 3 gedir. Birincisində qalır x üstü loqaritma 3'dən x. İkincisində də x üstü loqaritma 3'dən x. Bərabərdir 162. İndi, cəmi 162'dir. 2 dənə eyni şeyin cəmi 162'dir. Onda özü nədir? 81. Uşaqlar, bu tipli tənnlikləri həll etmək üçün hər iki tərəfi eyni əsasdan loqaritmləməlisiniz. İndi, loqaritmanın əsası nə olsa yaxşıdır? Təbii ki, 3 olsa. Həm 81'in xatirinə, həm də burada loqaritmanın əsası 3'dür. Hər iki tərəfə yazıram. Loqaritma 3. Bərabərdir. Loqaritma 3 əsasdan 81. İndi uşaqlar, x'in üstündəki bu loqaritma 3 əsasdan x keçər qarşıya. Loqaritma 3'dən x vurulsun loqaritma 3'dən x. Nə verdi bizə? Loqaritma kvadratı 3'dən x. Bərabərdir. Loqaritma 3'dən 81 bizə də verir 4'ü.
Bundan sonra görünür ki loqaritma 3'dən x bir dəfə 2 olmalıdır. Bir dəfə də mənfi 2 olmalıdır. X bərabər oldu 3'lü 2'dən 9. X bərabər oldu 3'lü mənfi 2'dən 9'da 1. Hasilini soruşur sonda. 9 vurulmuş 9'da 1. Cavabımız oldu 1. Devam edelim, sual verin. Sual verin. 81. Gəl belə eləyək. Fikir verin. Soruşulan ifadə 5x-dən 5 mənfi x-in cəminin loqaritmidir. Onda gəlin bu 25x-ləri biz belə düşünək. 5x-in kvadratı 5 mənfi x-in kvadratı bərabərdir 7. Kvadratlar cəminin açılışı köməkçi açılışdan ama. Yəni 5x üstə gəlsin 5 mənfi x-in kvadratı çıxılsın. 2 vurulsun 5x ilə 5 mənfi x bərabərdir 7. İndi bunun bu hissəsi 5-0 verdi mənə. Yəni 1. Mənfi için keçirdim digər tərəfə. 5x ilə 5 mənfi x-im bərabər oldu 9'a. Buradan da görünür ki 5x üstə gəlsin 5 mənfi x bərabərdir. Əslində müsbət mənfi 3'ə. Amma loqaritmanın daxilinə mənfi yaza bilmirəm deyə mənfisinə baxmadım. İndi gətirib yerinə qoysaz uşaqlar. Loqaritma 3'də 1'dən 3 yaranacaq. Bunun nəticəsi mənfi 1'dir. Çünki 3'də 1 ilə 3 qarşılıqlı tərs ədədlərdir. Aydın olursa devam eləyək. Növbət sual gəlsin. 84. Üçüncü sual bayaqlar baxdığım sualdandır. Hər iki tərəfi loqaritma 5 əsasdan loqaritmini yazıyıq. Nə olar onda? Aha. X'in üstündə loqaritma 5'dən x çıx 3. Loqaritma 5 əsasdan 625. İndi x'in üstündəki bax bu ifadə keçir qarşıya. Nə oldu? Loqaritma 5'dən x çıx 3. Vurulsun loqaritma 5'dən x bərabərdir. Elə bunda qiyməti 4'dür. Bundan sonrası çox rahat. Loqaritma 5'dən x-ə t'dir və vurac. T çıx 3 vurulsun t bərabərdir 4. T'nin kvadratı çıxılsın 3t çıx 4 bərabərdir 0. Görünürmü köklər? Deməli, müsbət 4 ilə mənfi 1'dir. T nəyə dedim? Loqaritma 5'dən x-ə. Onda x bərabər oldu 5/4, yəni 625. Həmçinin loqaritma 5'dən x mənfi 1'dirsə, onda x oldu 5'də 1. Soruşduğu nədir? Köklərinin hasili. 625'i vururam 5'də 1'ə. Cavabımız oldu 125. Satır mı? 84'te cevap 6'dır. Bir dənə sıfırı götürə bilməzsiniz. 5 almışsan. Hə, əlavə bir də 1 yazmalısınız. 1'in üstü nə bilim nəsə, 1'in üstü nəsə. Qulaq asaq. Uşaqlar x'lər gedir. X'in kvadratı çıxılsın 5x üstə gəl 8 bərabərdir 2. X'in kvadratı çıxılsın 5x üstə gəlsin 6 bərabər 0. Buradan x nəyə bərabər oldu? 2'yə bir də nəyə? 3'ə. Yadınızda qalsın ki x həmçinin nə ola bilər? 0. Həmçinin nə ola bilər? 1. Çünki 0 qoymuş olsam 0 üstü 8 bərabər 0 üstü 2. Doğrudurmu? Həmçinin 1 qoysam 1'in üstü neçə eləyir 1 qoysaz?
1 üstü 4. 1 üstü 4. 1 üstü 4 bərabərdir 1 üstü 2. Yenə doğru bərabər yanılır. Demək ki, bunlar da kökdür. Onda bunların cəmi 2, 3, 0, 1 də 1. Neçəni verdi? 6-nı. Uşaqlar, görünür ki, qayda kitabını yaxşı oxumamısınız və yaxud PDF-i yaxşı oxumamısınız. Belə bir şey yazmışdıq. Bir dən qulaq asın. Hx üstündə fx bərabərdir Hx üstündə Cx tipli tənliklərin həlli necədir? İlk baxışdan Hx-ləri aparacaq. Nə qalır yerində? Vaxtımız olmadı deyə mən bunları sizə keçə bilmədim uşaqlar. Dedim, ən azından PDF oxuyardınız, görünür ki, başa düşməmisiniz. Birinci bunu yazmalısınız. Fx bərabərdir Cx. Həmçinin bunun yanında nə yazmalısınız? Yollamamışıq. Yaxşı. Deyəcəm, bugün yollasınlar. Ərəb dilində yazdım. Hə, bala. Aşağılar gedir, üstlər bərabərdir. Bu, ilk başdan hamının ağlına gələndir. Bir əlavə 2 dənə məlumat var. 0-ın üstü fx bərabər 0 üstü cx. Doğru bərabər yanılır. Bir də 1-in üstü fx bərabər 1 üstü cx yenə doğru bərabər yanılır. Həmişə düzdür. Səhərdə, gün ortada, axşamda. 0 üstü 0 dedim mi burada? Amma düz deyirsən, 0 üstü 0 olmaz. Məsələn, birazdan deyəsən 104 nömrəli sual soruşacaqsınız. O gün nömrəsi düz mü yadımda qalıb? Yox, düz qalmayıb. Artisti elədim. 100. 100 nömrəli sual soruşacaqsınız. Bax, orada 0 üstü 0 yaranacaq, onu götürməyəcək. Aydın oldu mu? Sən götürmüsən? Oldu sənə. Davam edirik. Sual verin Allah yolunda. Neçə? Baxın bura. Buradakı bu 6x kvadratını qaldırmaq olar 3-ün qüvvətinə. 6x kvadratını bütöv qaldırıram. 3-ün üstündə x kubu üstə gəl 5x bərabərdir. X-in üstündə loqaritma x əsasdan 3-dür 6x kvadratı. Baxın görün, sizə aydın olmayan nəsə oldu mu? 6x kvadratını qaldırdım 3-ün qüvvətinə. Daha sonra bu x ilə loqaritma x gedir. 3-ün üstündə x-in kubu üstə gələk 5x bərabər oldu 3-ün üstündə nə? 6x kvadratı. Bundan sonra bu 3'lər gedir. X-in kubu üstə gəlinsin 5x bərabər 6x kvadratı. X kubu çıxılsın 6x kvadrat üstə gələk 5x bərabər 0. X-i çıxardıram. X kvadrat çıxılsın 6x üstə gəl 5 qaldı. Mötərizənin bir də vuruqlarını ayırıram. X çıxılsın 5, x çıxılsın 1 bərabər 0. İndi köklər göründü. Biri deməli 0'dır. Biri 5'dir. Biri də 1'dir. Uşaqlar, buradan 0 və 1'i silməlisiniz. Çünki loqaritmanın əsası 0 olmaz. Həmçinin 1 də olmaz. Çatdı? Cavab sadəcə 5 imiş. Aydın oldu mu? Tamam. Sual verin nə olar? 87. İndi baxın bura. Bax bunun bu hissəsinə bir dənə x kimi baxacaqsınız. Onda loqaritma 2 əsasdan LG 10 üstü 6 vur x bərabər oldu nəyə? 3'ə. Çatdın bu hissəsi. Bu dəfə bu hissəyə bir dənə x kimi baxacaqsınız. Onda LG 10 üstü 6 vurulsun x bərabər oldu 2'nin üstü 3 yəni 8. Bu dəfə bura x kimi baxacaqsınız. 10 üstü 6 vurulsun x bərabərdir 10 üstü 8. X'imiz nəyə bərabər oldu? 10'un kvadratı yəni 100. Mənfi 100. Ola bilmir.
Bəli, mən free Yaxşı, təşəkkür edirik. Başımızı oynatır Rəsul müəllim. Buyurun görək. 89. 88. 88. Kənardan çox çətin görünsə də, əslində çox asan bir sualdır. 15x-dən neçədə nədir? Onda yazıram 3 vurulsun 15x. 3x-dən neçədə nədir? 5 dənə. Onda yazıram 5 dənə. 3x bərabərdir 375. İndi uşaqlar 3x ilə 15x gedir. Qaldı mı 5x? Sonra bu 3 ilə bu 375 gedir. Qalır burada 125. 5'i də 125'e vurun. 5x bərabər 625. X də tapıldı 4. Aydın oldu? 89 baxılmalı sualdır. Gəlin baxaq. Deməli uşaqlar, kvadratı qarşıya keçirəndə yerində qalanı modulda yazmalısınız. Çünki LGX kvadratı yazılışında x-in yerinə müsbət ədəddə qoya bilərik, mənfi ədəddə. Çatdı mı? Ümumiyyətlə yadınızda belə bir şey qalsın ki, cüt dərəcəni qarşıya atırıqsa, yerində qalanda olmalıdır modulda. Tam çatdı. Eyni məntiqlə ikincisindən də 2-ni qarşıya atın. 2 vurulsun LG. Modulda x üstəgəlsin 5. Bərabərdir 2 LG 6. Nəyə bölüm? Hamısını. Fatma xanım fikriniz bizdədirmi? Hamısını böldüm 2-yə. Əsaslar eyni orta toplama. Gəlin vuraq. LG. Modul x-i modulda x üstəgəl 5'ə vuranda elə bir modulla yazsam olar uşaqlar. Bərabərdir LG 6. Bu dəfə LG 6'ları siləcəksiniz. Modulda x kvadrat üstəgəlsin 5x bərabərdir 6. Deməli, nəyin modul 6'dır? Həm müsbət 6'nın, həm mənfi 6'nın. Yəni, x kvadrat üstəgələk 5x müsbət 6. X kvadrat üstəgələk 5x mənfi 6. X kvadrat üstəgəl 5x çıx 6 bərabər 0-dan köklər nə ilə nə tapıldı? Mənfi 6 ilə müsbət 1. İkincisindən də köklər tapıldı mənfi 2 ilə mənfi 3. Viet terim yazmışam da. Olar. Olar təbii ki. Cəm nəyə bərabər oldu? Mənfi 10. Bax buna da viet, buna da viet. Amma viet tətbiq etməmişdən qabaq bir göz ucu baxmalısan ki, görək bu tənliyin deməli, bu tənliyin həqiqi kökü var, yoxsa yoxdur. Çünki həqiqi olmayan ədədlərin loqaritmini hesablamaq olmur. Həqiqi olmayan ədədlər nə ilə uşaqlar? İ hərfi. Nədir İ hərfi? Kompleks ədədlər. Kompleks ədədlərin loqaritmi yoxdur uşaqlar. Çünki loqaritma birbaşa nəyə xidmət göstərən bir şeydir? Qüvvətə. Loqaritmanın nəticəsi qüvvətdir. Nəyinsə qüvvəti İ ola bilməz. Ancaq müsbət ədədlərin loqaritmi var. Amma loqaritmanın nəticəsi mənfi ədəd ola bilir. Məsələn, loqaritma 2-dən 8-də 1. Nəyə bərabərdir? Mənfi 3-ə. Vallahi yoxdur. Vallahi yoxdur. Nə yoxdur aşağılar? Kompleks ədədlərin loqaritmi yoxdur. Buyurun. 90. Deməli, 3-ün üstündə 3-cü dərəcədən x kvadratı, 3-ün üstündə 2 üstə gəlinsin, 3-cü dərəcədən kökdə x. 3-lər getdi. 3-cü dərəcədən x-in kvadratı çıxılsın. 3-cü dərəcədən x çıx 2 bərabərdir 0. Bundan sonra t kvadratı. T'nin kvadratı çıxılsın t çıx 2 bərabərdir 0. Buradan t tapılır
Səhv eləmirəmsə -1 t tapılır. Bir də 2. İndi uşaqlar 3-cü dərəcədən x-in kvadratı -1-dir. Hər tərəfi kuba yüksəltsəm x-in kvadratı -1 alınır. Cavab oldu boş çoxluq. İkincisinə baxıram. 3-cü dərəcədən x kvadratı 2-dir. Hər tərəfi kuba yüksəldirəm. X kvadratı 8. Onda x-imiz nə oldu? Müsbət mənfi kök altda 8. Köklərinin cəmini istəyir. Cəm bərabər oldu 0. Ben düzeldim. Hə, düzəl. Neçə verir? 7. Nə əlaqəsi? Davam edirik. Buyurun sual verin. 91. Maşallah, 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 maşallah. Yani burada mı kesin abi? Nədir? Hansı suala? 78. Aa, 6. Məncə də 6. Güzel. 6 değil. 6 değil. Yo, 81 yazdı. 0,5. Mən izah elədiyim suala baxayım. 79 değil. Kimin sualıdır bu 91? Hə. Bu ikilər gedəcək. Modulda x çıx 1 bərabərdir x çıx 1. Bayaqdan səsimi çıxartmıram. Elə bir-bir nömrələr deyə gedirsiniz. Moduldan özü çıxıbdır. Demək ki, daxili müsbətdir də. Qutardı getdi. Dəhşət sizi. Dəhşət sizi. Onlar bu qədər də yoxdur. 92. Bir bölünsün 25 nədir? 5'tü mənfi 2. Qarşıya mənfi atacaqsınız. Çıxılsın 2. Yerində nə qaldı? X-dən 5. Uşaqlar, X-dən 5 yazılışı xoşa gələn yazılışdır mı? Xeyr. Bu mövzunu qutarsaq böyük şeydir. Mən də deyirəm, loqaritmik bərabərliyə də gələrdi. Heç olmasa 50-yə qədər. Gəldik ha. Yerini dəyişdim. İndi bundan sonra nə iş görüm? 5-dən x-ə bir dənə t deyəcəyik. T çıxılsın 2 böl t bərabərdir 1. Davamlı gətirər sözünüz. Sonra deyin görüm. 94 eşitdim deyəsən. Qayda kitabında olan sualdır. Eybi yox. Buradakı bu mənfilərin hamısını keçirəm digər tərəfə. X kvadrat üstə gəl 4ax üstə gəl 4a kvadratı. Birincisi olduğu kimi qalsın. Bu 3 dənəsinə verdi. X üstə gəl 2a'nın kvadratını. İndi bir modul bir kvadratın cəmi sıfırdırsa ayrı-ayrı sıfır. Yəni LG 2x üstə gəl 9 o da 0 olmalıdır. X üstə gələk 2a bu da 0 olmalıdır. Uşaqlar burada 10 var. 10 üstü 0 nə verdi mənə? 2x üstə gəlsin 9 bərabərdir 1. 2x mənfi 8. X nə tapıldı? Mənfi 4'ü qoy yerinə. Mənfi 4 üstə gələk 2a bərabərdir 0. 2a bərabərdir 4. A da bərabər oldu 2'yə. Aydındır?
Sonra neynəmsən hələ de görüm. Normal yolumuz nədir? 95'e baxıram da. 2 üstü x çıxılsın 7 bərabərdir. 2'nin üstü bu ifadə. Yəni 9 eləyir. 2 üstü 8 eləyir ayqalar. Dərs başlayandan 2 üstü 3'ə 9 eləyir. 2 üstü 3 bölünsün. 2'nin üstü x. Bundan sonra da 2 üstü x'ə t'dir. Sonra hamısını vur t'yə. Davam edirik. Bir də dəftərin bir kənarında yaz götür. 2 üstü 3 8'dir. 3 üstü 2 9'dur. Saat 1'də. Buyurun görün. 96'ın sual da bayaqçını oxşuyur. 25 5'in kvadratıdır. 2'ni atın qarşıya. Sonra logaritma x'dən 5'i də 1 bölünsün 5'dən x yazın. Davam edirik növbət sual. 100'e qədər sual olan. Deməli, 100-cü sualda qulasın. Birin əvəzinə nə yazacaqsınız? Birin əvəzinə modulda x çıx 4 üstü 0. Daha sonra bayaqlar yazdığım o hx-nə yazmışdım uşaqlar. Birinci üstlər bərabərdir. Bu ən rahat görünən hissəsidir. Daha sonra modulda x çıx 4'ü 1 götürsək, bu da doğrudur. Bir dəfədə nə götürməlisiniz? 0. Amma bu axırıncısının həlli boş çoxluq olacaq. Çünki uşaqlar, modulda x çıx 4 0 olsa, 0 üstü 0'ın mənası olmayacaq. Birincisindən x tapılır 5'də 1. Buradan isə x çıx 4 bərabərdir 1, x tapıldı, deməli 5. Həmçinin x çıx 4 bərabər mənfi 1, x tapıldı 3. Soruşduğu nədir uşaqlar? Bütün köklərinin hasilini. Vurun bir-birinə. 5'də 1 vurulmuş 5, vurulmuş 3. Cavabımız oldu 3. Aydındır. 0 üstü 0'ın mənası yoxdur. Ama 0-2 var. Bəli, onlar var. Nədir? Son 2 sualı var. 101 102 yazılıb mı hamıda? %4 dedi. Sual verilmişsə, normal sual verilmiş. Niyə yaza bilməmsən? Nə yazırsan? Bugün deyəsən? ...25 5'in kvadratıdır. Onda yazırsan 5'in üstü 2 vurulsun logaritma 3'dən 2 çıxılsın x. 125 5'in kubudur. 5'in üstündə 3. Bir də bu 27'dən qarşıya nə atım? 3'də 1. Vurulsun logaritma 3'dən 11 üstə gələk 2x. Buradan bu 3'lər getdi. İndi bu da 5'in üstündə, bu da 5'in üstündə. Bu 5'lər də gedər rastsan. Bu 2'ni qaldırdım qüvvətə. Logaritma 3 əsasdan 2 çıx x'in kvadratı. Logaritma 3 əsasdan 11 üstə gəl 2x'in özü. İndi nə iş görürüm? Hər iki tərəfdən logaritma 3'ləri silirəm. 2 çıx x'in kvadratı bərabər oldu. 11 üstə gəl 2x. Gəl bunu açaq, həll eləyək. Nə oldu? 4 çıx. X kvadrat çıx 4x üstə gəlsin 4.
Çıxılsın 11, çıxılsın 2x bərabərdir 0. X-in kvadratı çıxaq 6x, çıxaq 7 bərabərdir 0. Çatırmı? Buradan x bərabər oldu 1, daha doğrusu mənfi 1. Bir də müsbət 7. Mənfi 1-i götürürəm, amma 7-ni götürmürəm. Çünki 7-ni götürdüyüm halda 2 çıxılsın x hissəsi mənfi olacaq. Cavab qaldı mənfi 1. %114'e kadar sual olan var. Neçə? 113. Əsaslar eynidir. Bunların daxilini bir-birinə vurarıq. Olacaq. Loqaritma 3 əsasdan LG-x'i 9 LG-x'ə vuranda 9 LG kvadrat x çıxılsın 8 LG-x bərabərdir 0-a. Bundan sonra 3-ün üstü 0 1 verəcək. Yəni 9 LG kvadrat x çıxılsın 8 LG-x bərabər oldu 1-ə. İndi 1-i keçirək digər tərəfə. 9 vurulsun LG kvadrat x. Bir də t desək daha yaxşı olar, eləmi? 9t kvadrat çıx 8t çıx 1 bərabərdir 0. Köklər əslində görünür. Biri 1-dir. Biri də mənfi 9-da 1-dir. Təbii ki, mənfi 9-da 1 olmaz. Çünki bax bura mənfi ədəd qoymaq olmur. Bu getdi. LG x bərabər oldu 1-ə. X də bərabər oldu 10-a. Cavabımız oldu 10. Aydındır. Növbəti 114. Buradakı 49-u necə yazmaq olar? 7-nin kvadratı. Bu 7 ilə bu 7 gedir. İndi yerdə qalanları da gəlib sadələşdirək. Loqaritma 2 əsasdan 3-cü dərəcədən x-i x-in üstünə yazım. X-in üstünə yazım. Bəli. Nə deyirsən Əli? Hə, sən eləmişsən deyə səhv almışsan da. Qarşıya at. Nələr olacaq? 3-də 1 loqaritma 2-dən x. 9-da 1 loqaritma 2-dən x. Bərabərdir 2. İndi bunun hamısından loqaritma 2-dən x-i çıxardıram. 3-də 1 üstə gələk 9-da 1. Üstə gələk 27-də 1. Və s. bərabərdir 2-yə. İndi mötərizə hissəsinə fikir verin uşaqlar. Mötərizə hissəsi nə verdi bizə? Sonsuz həndə silsilədir. Nə olacaq? 3-də 1 bölünsün 1 çıx 2. Yəni 3-də 1 bərabərdir 2. 1-dən 3-də 1 çıxdım, 3-də 2. 3-də 1-i 3-də 2-yə böləndə 2-də 1. 2-də 1 vurulsun loqaritma 2-dən x bərabərdir 2. Onda görünür ki, loqaritma 2-dən x bərabərdir 4. Hər səhvi 2-yə vurdum. Onda x bərabər oldu 2 üstü 4-dən 16. Aydındırmı? Tamam. Növbəti sualımız 126 116. Silə bilərəm.
116 tipli suallardan bayaqlar yazdım. Necə yazdım Ayrayana xanım? Aha. Necə loqaritm deyim? Hər iki tərəfə loqaritma 2 yazıram. Onda x üstü 1 üstəgəl loqaritma 2-dən x. Loqaritma 2-dən 4. X-in üstündəki bu ifadəni keçirirəm qarşıya. 1 üstəgəlsin loqaritma 2-dən x. Vurulsun loqaritma 2-dən x. 2-dən 4-də bizə nə verdi? 2. Bundan sonrası çox sadə. 2-dən x-ə bir dənə t deyəcəksiniz. Vurub açıb həll edəcəksiniz. Aydın oldu mu? Tamam. Növbəti 117. Bu elin əsasında y var. Onda bu y ilə elin gedəcək. Yerdə qalan yazıram. Loqaritma 3-dən 12 çıx 3x bərabər qaldı nəyə? 3 çıx x-ə. 3'ün üstü 3 çıkmaz. Bəli. 12 çıxılsın 3x bərabərdir. 3-ün üstü 3 çıx x. 12 çıxılsın 3x bərabərdir. 3 nə verdi? 27 bölünsün 3x. Ondan sonrası necə gedər? 3x-ə bir dənə t deməklə. Hamısını da t'yə vurursunuz, həll edirsiniz. Növbəti. Növbəti sual. Başqa yoxdur. Tamam.